Salamlar, sizləri İnnovativ Təhsil Mərkəzinə xoş gördük. Bugün sizlərə dostum və müəllim yoldaşım Camal müəllimdən Riyaziyyat Olimpiyadasına aid bir neçə sualın müzakirəsi üçün gəlmişik. Deməli, Camal müəllim işinin peşəkarıdır. Mən də belə deyim də, biraz riyaziyyat həvəskarıyam. Daha çox MİQ və sertifikasiya, abituriyent hazırlayıram, məşğulam. Amma indi əlimizdən gəldiyi qədər inşallah Camal müəllimlə köməkliyi ilə riyaziyyat suallarını həll edəcəyik. Deməli, birinci suala başlayaq. Birinci sualda Camal müəllim, mənim ağlıma gəlir ki, f0 istəyirsə, x-in yerinə nə yazarıq? Bir funksiya verilir. Təbii ki, biz 0 verərik. Onda olacaq f0 bərabərdir. 0 çıx 0, 0 edir, qalacaq 1. Baxın, buradan o yana getmək olmur. Onda daha da nə düşünürəm? Bax, burada mürəkkəb funksiya verilir. Yəni, f-in içində də bir f verilir. Ona görə mən bu dəfə x-in yerinə f0 qoyuram ki, f0 içəridə yenə də ala bilir. Yəni, olur f, içəridə bir dənə nə f0 və sağdakı x-lərin yerinə f0 yazmışıq. Zaman yəni, buradakı f0'in yerinə 1 yazsa, yerinə yazılır, olur f0'ın kvadratı, çıxılsın f0 plus 1. Amma yekun nəticədə görülür ki, f1'ə də ehtiyac var. Onda eyni əməliyyatı biz f1 üçün də aparırıq. Gətiririk burada yenə x-in yerinə, bax, birinci 1 qoysun, alıram f1 bərabərdir, yenə 1 çıx 1, 0, qalır 1. Yenidən görürsünüz ki, f1'də qaldıq. Bu dəfə yenə də bayaqki əməliyyatı, baxın, burada necə x-in yerinə f0 qoymuşdumsa, yenidən x-in yerinə f1 qoyuram. f1 bərabərdir olur f1'in kvadratı, çıxılsın f1 plus 1. Müxtəsər olmaq üstünə ələcək. Deməli, bu f1 nə idi? 1 idi. Baxın, bura oldu 1. Onda bir tərəfini yıxsaq olur f1'in kvadratı, çıxılsın 2f1 plus 1 bərabərdir 0. Bu da f1 çıxılsın 1'in kvadratıdır və yaxud da ki, kvadrat da təmin edə bilərsiniz. Və f1'i biz nə tapırıq? 1 tapırıq. Yəni, f1'imiz var. Gətirib burada f1'in yerinə 1 qoysaq, onda f0'ın kvadratı çıxılsın f0 bərabərdir 0 alarıq. Buradan da təmin edəsək f0 bərabərdir 1 və yaxud da f0 bərabərdir 0 olar. Amma bunu araşdırmamız lazım ki, f0 hansı istəyirsən baxın. Burada deməli, iki durum yaranır. Mürtəzəliklərə ayırsaq bunu, f0 çıxılsın. Bir dəfə 1 olur, bir dəfə də 0 olur. Deməli, birinci qiymət f0 bərabərdir 0 olur. Bəli. İkinci qiymət f0 bərabərdir 1 olur. İndi bunun hansı ödəyir? Deməli, tutaq ki, f0 bərabərdir 1 ödəyir. Onda elə bunu burada nəzərə alsaq nə olacaq görün? f1 bərabərdir 1. Axı, f0, f1 bərabərdir 1, tamam. Burada bunu yoxlayaq. O ödəyir, o ödəyir. İkisindən biri ödəməməsi lazım. Onu görməmiz lazım. O da burada. f0'ı qoyanda orada olur f0 bərabərdir 1, ziddiyyət alır. Ziddiyyət alır. Deməli, burada eğer nəzərə alsaq bu 0 olsa, f0 bərabərdir 1 tapırsan, axı sən f0'ı 0 tapmışdın. Bu ziddiyyət olur. Ona görə bu kənar kök olur, kənar həlldir. Bizə lazım olansa f0 bərabərdir 1. Bizdən də tələb olunan elə budur ki, f0 deyəcək. Bəli. Tamam, anlar ha? Bəli. Bu funksiyonal təmizlərdə indi sual ola bilər ki, şagirddə soruşa bilər ki, bəs bunu ödəyən fx nədir? Ümumi fx. Bəli. Ümumiyyətlə, bu funksiyonal təmliyi əldə et deyə bir sual soruşula bilər. Belə suallar əslində çətin olur. Çünki içində 2 dənə kompozisiya olanda funksiyanı birbaşa tapmaq biraz çətin məsələ olur. Belə suallarda da əsasən sual tipi deyil, ona uyğun olur ki, sadəcə burada qısa qiymətlər verərək ən rahat necə tapa bilərik. Qısa qiymətlər verərək.